İndi isə daha ətraflı Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Kukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Ermənistan Respublikasının keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışıb. O Köçəryanın 1988-ci ildə Qarabağda keçirilən mitinqlərin əsas təşkilatçılarından ola biləcəyini, buna əsas kimi onun Krunk təşkilatının üzvü olduğunu deyib. Arkadi Kukasyan həmçinin 1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməni əsilli sakinin yaşadığını deyib. Onun sözlərinə görə həmin şəxslərin bir qismi Qarabağda qalıb, bir qismi Ermənistana, digər qismi Rusiyaya köçüb. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.